Dünya elidir, uhbalidir. Her an diyerem Mevla elidir. Dillerde adın ezberdir eli. Herkes tanısın rehberdir eli. Şahımdır eli, serverdir eli. Men Heyderiyem, Heyderdir eli. Evvel elidir, ahir elidir. Taha'ya fakat benzer elidir. Yerlerde eli, göylerde eli. Derman eliyen her derde eli. Ya Ali, ya Ali, evvel ve ahir ya Ali. Fatih Kheyber ya Ali. Ali Mevla, Ali Mevla. Ya Ali, ya Ali, evvel ve ahir ya Ali. Fatih Kheyber ya Ali. Ali Mevla, Ali Mevla. Ne bu alem ne insul ne cin olmazdı. Ali'siz bir duaya amin olmazdı. Ali'siz İslam olmazdı, din olmazdı. Ali Allah evinde geldi dünyaya. Ali Allah evinden gitti ukbaya. Ali bir tacidi fiberdi Zehra'ya. Emrini Cebrail erz etti Taha'ya. Evvel elidir, ahir elidir. Taha'ya fakat benzer elidir. Yerlerde eli, göylerde eli. Derman eliyen her derde eli. Ya Ali, ya Ali, evvel ve ahir ya Ali. Fatih Kheyber ya Ali. Ali Mevla, Ali Mevla. Ya Ali, ya Ali, evvel ve ahir ya Ali. Fatih Kheyber ya Ali. Ali Mevla, Ali Mevla. Ali, Ali, Heyder, Heyder. Ali, Ali, Heyder, Heyder. Ali, Ali, Heyder, Heyder. Ali, Ali, Heyder, Heyder. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لقد صدق الله رسوله الرؤيا بالحق لتدخلن المسجد الحرام إن شاء الله آمنين. آمنين محلقين رؤوسكم ومقصرين
مقصرين لا تخافون فعلم ما لم تعلموا فجعل من دون ذلك فتحا قريبا والذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله وكفى بالله شهيدا لقد صدق الله رسوله الرؤيا بالحق لتدخلن المسجد الحرام إن شاء الله آمنين محلقين رؤوسكم ومقصرين لا تخافون فعلم ما لم تعلموا فجعل من دون ذلك فتحا قريبا هو الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله وكفى بالله شهيدا محمد رسول الله محمد رسول الله محمد رسول الله والذين معه أشداء على الكفار رحماء بينهم
تراهم ركعا سجدا يبتغون فضلا من الله ورضوانا والذين معه أشداء على الكفار رحماء بينهم صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار محمد آل محمد صلوات ذكر ده Aderimiz Feyziya Beledi Kur'an tilavet elədi. Salamatlığı ve envat ruhuna salavat zikreliyək. Söz Əhl-i Beyt məddahlarınındır. Seyyid Peyman qardeşim Allah salamat eləsin, salamatlığı ve envat ruhuna salavat zikreliyək. Bayramımız mübarək olsun əziz dostlar, əziz möminlər. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Men Aliyyem ruzigâre Kəbədən göz açmışayam. Nura doğru zülmətin bağrın yarım iz açmışayam. Vardı isbatım mənim ilk addımı düz atmışayam. İlk mən İslamı qəbul eyləyib söz açmışam. Müstəfaya canişinəm, çün vəliyullah mənəm. Kəşfül kərbi ənvəki Resulullah mənəm. Mən Aliyyəm, Mürtəzayəm, mən Xudanın şiriyəm. Mən nübüvvətdən bəyan olmuş imamət piriyəm. Hakka bağlı məxluqatıyam, kopmayan zənciriyəm. Zalimin boynunu vuran Allah'ın hak şemşiriyəm. Bir kılınç haktan mükafatımdır, öz imzası var. La fetha illa Ali, la seyfe illa Zülfikar. Mən Aliyəm, ərş-i dərgahdan varadım mənim. Allah'ın bir nuruyam,
Allah'da var adım mənim. Elmə baxsan şəri hər yanda var adım mənim. Qeybidən də üç Kitabullah'da var adım mənim. İncilə, Tövrətə, Zəburdan gələn İlyam mənəm. Bir də qədri xunda peyğəmbər deyən Mevlam mənəm. Mən Əliyəm pak zatdan, mən Əliyəm pak zatdan, yoğrulub nütfəm mənim. Mən Əliyəm pak zatdan, yoğrulub nütfəm mənim. Körpə vaxtdan tək Allahımdır, tək qibləm mənim. Ali peyğəmbərlərin təqvasıdır səcdəm mənim. Məxluqatın zərbəsi ilə birdir bir zərbəm mənim. Xeybərin dərvazəsin kökdən qıran qalib mənəm. Eşqin ustadi Əli İbni Əbu Talib mənəm. Mən Əliyəm ümmətin cənnətdə bayraqdarıyam. Yəni Yüqbanin qəsimul cənnəti vəllariyəm. Eşqə bir dünya verən aşıqlərin sərdarıyam. Mən bu dünyanın nə dostu həm də bir nə yarıyam. Sevmərəm dünyanın üçün yarımdır peyğəmbər qızı. Min belə dünyaya nisbətdir ayağının bir tozu. Mən Əliyəm, bir Həsən var, məndə bir dövran gələr. Ən yaxın xain əlindən zəhri bal hesab edər. Ol mübarək ləblərindən laxta-laxta qan silər. Hər şəhadət ətri gəldikdə şərafətdən gülər. Mən bu cür öz əhdinə sadiqlərin ustadıyam. Nur-u Zəhradan alan aşiqlərin ustadıyam. Mən Əliyəm, bir Hüseynim var, susuzluqdan yanar. Qan Fəratın yolları Siffeynə bənzər bağlanar. Bir bəlası nəşi yerdə parça parça doğranar. Bir bəlası ağuşunda üç pər oxdan oxlanar. Bir bəlası cənnət eylər şəhri Şam viranəsin. Mən yetişdirdim bu tərz eşqin dəli divanəsin. Gör nə gözəl ərşi tutub dən bugün. Yaddı bizə qüssə kədər qəm bugün. Səsləginən sən əlini həm bugün, həm də ki ayəndə denən ya Əli. Ay möminlər, biz deyirik, siz də deyin. Biz deyirik, siz də deyin. Adını çək, et dilivin əzbəri. Çünki odur aşiqlərin, möminlərin
şiələrin rəhbəri. Allah özü məth eləyib Heydəri. Sən də gələyib bəndə denə. Mən deyirəm ay Seyid Peyman qardaşım, sən də mənlə bahəm denə. Zikri Əli zikrilərin tacıdır. Zikri Əli müminin meracıdır. Seyyid onun adına möhtacıdır. Var olasan dində denən. Ya Ali, mən deyirəm sən də denən. Ya Ali, Ali şahımdır mənim, Ali şahımdır mənim, Ali şahımdır mənim bahəm. Ali şahımdır mənim, Ali şahımdır mənim, Ali şahımdır mənim. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Allahümmə. Əcmən sən də gəl. Dəyərli axundumuzun qədəmləri mübarək olsun. Allah bizə çox görməsin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Rabbena enzilna munzelen mübareken ve ente hayrul munzilin. Ve hakkı nebiyyina ve alih ve bil Fatiha. Allahümme salli ala Muhammed. Axund alimimiz Ədşünasağa təşrif götürdük. Salamatlığı və ənvat ruhuna salavat zikr eləyək. Allahümme salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Ya Rahmanu Ya Rahim. La havle ve la kuvvete illa billahil aliyyil azim ve sallallahu ala Muhammedin ve ali Muhammed. Sözlerin en alisi alemde Bismillahidir. Arif olsa derk eder, alemde Bismillahidir. Geldi Kur'an-ı Kerim, dünyaya Bismillah ile sureler başında tayac, görkemde Bismillahidir. İsminiyle başladım ey arzular mezheri, ey olan zat-ı gani, ey genc-i devlet serveri, ey sehavet menbeyi, ey varlığın icad eden, ey kadim mülküm fenasız, ey değişmez gevheri, ey umumen lütfedip şallık sefasın bəxşeden, ey tabibi kalp olan, ey halleden müşkülleri, tövbe kıldı bir günah etmiştise kalbim benim, bilmiş öz sehvü hatasın, effi kıl bu müsteri. Kıblegahim olmaram kul senden özge kimseye,
Tanrısan ruzi verensen, yoktu senden digeri. En büyük bir rütbeye yükseldi senden kadrimiz. Senden oldu kalbimiz, her gizli sirrin mezheri kalbimi nurunla açtın. Ne olar at son nitqimi, verdi gün nimetler olsun. Ta ki diller ezberi, nitqi verdin sen ya güzel, söz söylemekte lütfü kıl. Şeirim ile zahir olsun gizli hikmen ya ziveri. Lütfüne lasim sözüm bilmektedir mənasını, hem de kıyıl vermiş Füzuli. Hak sana bu cevheri, ey vücudun eseri hilgati eşya sebebi. Nebi yol vakti ki bil, feyli gerekmezdi nebi. Seyyidu ebtehiyyu Mekki ummiyyü zeki, Haşimiyyü medeniyyü Kureşiyyü Arabi. Sibgati zatine eyvan risalet sedri, şerefi eslinem fehristi Resul muntehabi. Ezmi çerh etti Mesiha ki bula merazun ya Resulallah. Yetmedi menzili məqsudəm, təriqi tələbim. Enbiyadan kime sen tay bu müyesserdir kim? Adem evveti mübahat ola izzu nesebi. Halefi müteberi Adem-i Havva sensen ya Resulallah. Cealallahu fedaen leke ummi ve ebi ya Nebi. Ya Nebi kılma Füzulini kapından mehruyum. Effi kıl varise dergahideyim. Terki edebi ömrüm boyu düşsem eğer dar günem. Qovretmərəm xilaskarım əlidir. Sanma məni bu dünyanın yoxsunu, hem dövlətim, hem sərvətim əlidir. Elə bilmə qocalmışam görmürəm, görən gözüm, şirin sözüm əlidir. Mənim aləmdə sultanım əlidir. Mənim miri cahanbanım əlidir. Ne dara tanıram mən nə İskəndər, mənim fəxfur xaqanım əlidir. Beyişli zahidəm verdim sərasər, amma mənim gülzar-ı rizvanıyım əlidir. Eğer her kimsenin bir şahı olsam, benim de şahı şahanım əlidir. Ədaletten xəbərsüzdür cahan meydanı ya Mevla. Yine gel zülfüqarım çek elin qurbanı ya Mevla. Bakan görmür, gören bilmir, bilen dinmir, ezayibdir. Zulüm baştan alıp şeytan yanı, alıp dünyanı ya Mevla. Çevirmişler ticaret dininem, hayır beşer dini. Her öz nefsine uygun asır Kur'an ya Mevla. Seçilmek için, sayılmak için vesair iftihari için deb olmuştur ziyaret Kabe'yi Ülyan ya Mevla'ya. Beşer kanin içen
Cəllayad nə bilsin kimdir Seyfullah. Hidayət etməyin artıq, keçib dövranı ya Mevla. Uzanmış saqqalı nadanların əqli gödəldikcə, Muhammed dininin əldən gedib səhmanı ya Mevla. Məhəbbət, mərhəmət bitsin, qurulsun ədli divani, değişsin qadiri qəhhar, rəhim rəhmanı ya Mevla. Adım Arif, özüm qarşında bir qəmbər misali qoyul, fəda olsun sənə canim, qəbul et canı ya Mevla. Gülüm gülabə gəlməsin əlis, üzüm türabə gəlməsin əlisiz. Nəkiri münkərə deyim mən ölsəyəm, sual cevabə gəlməsin əlisiz. Adıva qurban, cəlalıva qurban ya Əmir əl-Müminin Heydər. Axırıncı şeiri Hacı Arif Bizonalı yazmışdı. Təzə dünyasını değişib. Ruh haqqında salavat zikr Allah Teala Əhl-i Beytin değerli məddahlarını qorusun. Səslərinə bərəkət versin inşallah. Biri-birindən gözəl ifalar səsləndirir. Allah Teala xalqımıza çox görməsin. Onları İmam Hüseynlə məhşur eləsin. Bir daha bayramımız mübarək olsun. Allah bizləri Əli və övladı Əlidən ayrı salmasın. Ağamızın icazəsi ilə inşallah mən də 5 dəqiqə oxuyum. Rəhbəri əhrar Əli ya Əli, məhrəmi əsrar Əli ya Əli, Heydər kərrar Əli ya Əli, aləmə salar Əli ya Əli, Heydər kərrar Əli ya Əli. Siz də elə oturduğunuz yerdən bu Əli zikrini hamımız deyək də, inşallah savabı hamımız aparaq. Rəhbəri əhrar Əli ya Əli, məhrəmi əsrar Əli ya Əli, aləmə salar Əli ya Əli, Heydər kərrar Əli ya Əli, Heydər kərrar Əli. Sən fələyi mərifətə mahisən, keşvəri ixlasə şəhənşahisən, sahib-u izz-u şərəf-u cahisən, sən Əsədullahi yedullahisən, küfr edən xar Əli ya Əli, Heydər kərrar Əli Əli, Heydər kərrar Heydər kərrar Əli ya Əli, Kəbə çatıb gər şərəf-i əzəmə, جای عبادت بنی آدم،
orada kaçmaz kapına mehreme. Orada sen açdın gözünü aleme. İndi de fəxr eylər anan Meryem'e. Var dilimiz de bu güzel zümzüme. Ey gülü bihar Ali ya Ali, Heydər Kərrar Ali. Ey gülü bihar, ey gülü bihar Ali ya Ali, Heydər Kərrar, Heydər Kərrar Ali ya Ali. Küffi Kerim mindi senin Fatime, Fatime ki Meryem ona hadime. Qamətin İslam evine qaime, aşiqin əymez başını zalimə. Səslənərək yar Ali ya Ali, Heydər Kərrar Ali ya Ali. Ey gülü bihar ya Ali, Heydər Kərrar Ali ya Ali. Merhaba eydi Qədir, Əhl-i Yəqin bayramıdır. Merhaba eydi Qədir, Əhl-i Yəqin bayramıdır. Var bu bayramda şərəf, məzhəb-u din bayramıdır. Cəşn-i məxsus Əli şiələrin bayramıdır. Zikr-i təbrik, zikr-i təbrik ağızlarda şirin şəhd oldu. Şəhi Mərdan, Şəhi Lövlakə Vəli əhd oldu. Buyurub Həzrəti Sadiq Üməm-i Can Bekəfə, neçə gün var ki fəzilətdə çatıblar şərəfə. Fitri qurban idi həm cümə o yevm-i ərəfə. Gerçi əyad-ı mübarəkdir, bu adlar batmaz. Heç gün aləmdə vəli eydi Qədirə çatmaz. Gözəl beytdir. İmam Sadiqdəndir hədis. Buyurub Həzrəti Sadiq Üməm-i Can Bekəfə, neçə gün var ki fəzilətdə çatıblar şərəfə. Fitri qurban idi həm cümə və yevm-i ərəfə. Gerçi əyad-ı mübarəkdir, bu adlar batmaz. Heç gün aləmdə vəli eydi Qədirə çatmaz. Allah bu bayramı bizə mübarək eləsin inşallah. Gulami Şah-ı Merdanəm, keşidem ser be zir-i xak. Ali darem, çe gam darem, Ali darem, ne darem bak. Ey dil dile gel denem megami,
İrfanda fəqət əlini gördüm, ayat-ı rıza-ı səbrə baxdım. Qur'anda fəqət əlini gördüm, təkrar elədim adın uzun yol. Hər yanda fəqət əlini gördüm, Taha qabağında bayraq əldə. Böhranda fəqət əlini gördüm, çox cəngidə qaçdı müddəilər. Meydanda fəqət əlini gördüm. Meraca gedib Nəbi-i Əkrəm, ricət elədi yerə müsəlləm. Ətrafın alıb xəvası ümmət, ərz etdilər ey Resul-i Xatəm. Tərif elə ərşidə nə gördün, ey sədr-i ərş-i əzəm. Həzrət dedi ta məhəllə məxsus getdik mən və Cəbrəil ba həm. Cibril dayandı, mən ki getdim, hər yanda fəqət əlini gördüm. Cibril dayandı, mən ki getdim, hər yanda fəqət əlini gördüm. Əli ey sərdar-ı şücaət, mahi imamət, əmiri eşq. Olmuşam çün aşıqi şeyda, sərkuyündə əsiri eşq. Əli ey sərdar-ı şücaət, mahi imamət, əmiri eşq. Olmuşam çün aşıqi şeyda, sərkuyündə əsiri eşq. Ey saqi Kevser, Mevlaya Əli mədəd. Ey Fatih Xeybər, Mevlaya Əli mədəd. Ey saqi Kevser, Mevlaya Əli mədəd. Ey Fatih Xeybər, Mevlaya Əli mədəd. Əli Əli Mevla, 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 Mevlaya Əli mədəd. O münəvvər qəbrinə qurban, milləti İslam Əli Əli. Sənə həmta olmayıb olmaz bir nəfər insan Əli Əli. O münəvvər qəbrinə qurban, milləti İslam Əli Əli. Sənə həmta olmayıb olmaz bir nəfər insan Əli Əli. Ey şafi-i məhşər, Mevlaya Əli Əli. Sultan-ı Dilavər, Mevlaya Əli mədəd. Ey şafi-i məhşər, Mevlaya Əli mədəd. Sultan-ı Dilavər, Mevlaya Əli mədəd. Əli Əli Mevla, 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 Mevlaya Əli mədəd. Gecələr səccadənin üstə nalə edərdin həzin həzin. Gözü yaşlı, sinəsi dağlı, deyərdin ey Rəbbəl aləmin.
Geceler seccadenin üstte nalə ederdin həzin əzim. Gözü yaşlı, sinəsi dağlı, deyərdin ey Rəbbəl aləmin. Ey qiymətli gövhər, Mevlaya Əli mədəd. Aşiqlərin səslər, Mevlaya Əli mədəd. Ey qiymətli gövhər, Mevlaya Əli mədəd. Aşiqlərin səslər, Mevlaya Əli mədəd. Əli Əli Mevla, 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 Mevlaya Əli mədəd. ظاهر العدو يا والي الولي مظهر العجائب يا مرتضى مولاي علي مدد علي علي مولا مولاي علي مدد. Salavat Peyğəmbər və Ali Peyğəmbərə. Allah. Peyğəmbər Ali Peyğəmbərin gül cəmalına salavat zikr edək. Allahümme salli ala Muhammed və ali Muhammed. Əhl-i Beyt məhdahları, feyziyab elədi, salamatlıqları və ənvat ruhları haqqında salavat zikr edək. Allahümme salli ala. İnşallah meclisimizdə Əhl-i Beyt şairi Həzə Yasinin iştirak edir, onun salamatlığı və ənvat ruhu haqqında salavat zikr edək. Allahümme salli ala Muhammed və ali Muhammed. Buyurmasın. Allah, Bismillahirrahmanirrahim. Bunu elə gələndə təbrik yazdım. Qadir-i xümmə olub cəm-i cəmaət şüvəlanda. Qadir-i xümmə olub cəm-i cəmaət şüvəlanda. Parlar nə əcəb nur-i vilayət şüvəlanda. Mənim də bura gəlib çatmağım bir mənim qismətimdir axı. Ona görə bunu da demişəm, bunların adlarını bir-bir demişəm axı. Qadir-i xümmə olub cəm-i cəmaət şüvəlanda. Parlar nə əcəb nur-i vilayət şüvəlanda. Məbəs günü tək qədr-i xumun şəni əzizdir. Məbəs günü tək qədr-i xumun şəni əzizdir. Şair də alıb məclisə dəvət şüvəlanda. Hər il Hacı Şakir bizi dəvət eləyəndə könlüm tapır ecaz-ı kəramət şüvəlanda. Bu ildə yenə oldu nəsibim ki könüldən hamını edəm bir də ziyarət şüvəlanda. Ruhanilərin haqqını əhya eləmişsiniz. Onlardır çəkiblər sizə zəhmət şüvəlanda. Qeyd eyləməsəm Hacı Şünasini bu olmaz. Çiynindədir çün din-i şəriət şüvəlanda. Asim də gəlib şeir ilə təbrik demək üçün
ta biz də olaq layiqi xidmət şübəlanda. Hansı şair dil açıb yazsa ədalət şeirin, hansı şair dil açıb yazsa ədalət şeiri, o şeir aləmi mənada Əlidən danışır. Nə yazsa ədalətdən, o şeir aləmi mənada Əlidən danışır. Gecə gündüz bəşərin göz yaşı ümmanı olur. O qələmlər ki yazır haqqı ədalət şeiri, insan azadlığı haqqındakı cild kitablar yazılır. Hey sual yağdırır insanlığın azğın nəfsi, durmadan hey gecə gündüz nə cavablar yazılır, hamısı aləmi mənada Əlidən danışır. Bir Qədir Xümmüdə oldu könülün təntənəsi, bir Qədir Xümmüdə oldu könülün təntənəsi. Yerin əhli, göyün əhli eşidib şad oldu. Odur ta ki bu güneycəndə zülüm məngənəsi, sıxıb insanlığı qəlbin səsi fəryad oldu. İmtihan məktəbi dünya nə sınaqla qarışır, hər sınaq aləmi mənada Əlidən danışır. O Qədir Xümmüdə dünyaya Əlilər doğulub, bəşər ondan yaranıb sanki ədalət pərvər. Hansı kəsdir, necə və hansı zülümlə boğulub, Qədri Xumlan yaradıbdır onu memar bəşər. Nə olur zülmüdən azad, nə zülümlə barışır və bu hal aləmi mənada Əlidən danışır. Bir bəsirətlə bax insanlığa, azadlığı insan kimi gör. Azadlığı insan kimi gör. Haqq onun xələtidir. Başda ədalət tacıdır. Qədri Xum ərşi bu insanın uzan meyracıdır. Bəli, bu insana meyracı səadət yaraşır. Bəxtəvərliklə səadət Əlidən danışır. Bu səadətlə Əlilər nə yenilməzliklər, nə alışmaqlar alışdı, necə döndü günəşə. Dedilər ki, nəyə aldıqsa sınaq dərsində, ey günəş şahidimiz ol, nə ki bizdə alışır. Bu əzim təntənə yalnızca Əlidən danışır. Ay sağ olasın. Sözdədir təxti lafəta. Bizim bir ustad şairimiz Şəhriyar Əli, ey hümayi rəhmət, toç ayəti xudara şeirindən ilhamlarım mən təxti lafəta demişəm. Sözdədir təxti lafəta, ayrı bəhanə gəlməyib. Əsli bəyanə gəlməyib, misli cəhanə gəlməyib. Şahlığı nisbətindəki şah zəmanə gəlməyib. Vəsbüdə təşbihatına yəni nişanə gəlməyib. Şahlığı nisbətindəki şah zəmanə gəlməyib.
vəsvüdə təşbihatına, yəni nişana gəlməyib. Layiqi şeiri rast bir təbi rəvana gəlməyib. Türk lisana gəlməyib. Farsi zəbana gəlməyib. Gəlməyib ey dil, əli vəsvi dəhana gəlməyib. Hər danışandan əvvəlin söylədi qeyrəti xuda. Şən-i əliyyə məndədir layiqi, təxti la fəta. Ərş-i büsatı, ərş-i büsatı, bir əzib tərzidə taziyalana, zərre-i küllü nurlana, mülk-i bəqa səfalana, ərş-i zəmin yolları, su yerinə dualana, tərkibi kainat bu nur ilə pürbəhalana, vəhy-i dəhani bir əzim, kəlmə ilə sədalana, bir əzəmətli vəsb ki, əvvəli axiri fəna, endirə gərçi Cəbrail, bir kəsə təxti lafəta, onda bizim kimi gəda, hər nə desə olar xəta. Əql-i kəmalı var olan, vəsb-i əlidə laldu lal. Əql-i kəmalı var olan, vəsb-i əlidə laldu lal. Dil otu meylədən tutub, boş yerə daməni xəyal. Zehni bəşərdə o kəmal, yoxdur Xuday-i Zülcəlal, nitqidə qoymayıbdı hal. Çün dedi la fəta məhal, İş budur bizdə qiyluqal çoxdur, cavabsız sual yoxdur. Bəhanə tək edək bəzi haramları helal, vəsb-i əlidə dil açıb söyləyək xuda cəmal. İzni ver himmət eyləyək, vəsb-ə cəsarət eyləyək. Səmtü və səmt-i qiblə tək, səcdə-i heyrət eyləyək. Biz üzü qavrə binəva, sənsə həyata ibtida. Şənü və emmiyeydi bəs ya əli təxti lafəta. Biz nə həyat sürmüşük, dərsi kitab görmüşük. Bir neçə ali məktəbi başa vurub bitirmişik. Bəlkə də ömrü boş yerə badə verib itirmişik. Bab-ı əlidə şükür ki, qalmışıq, ömrü sürmüşük. Asitanında yer tapıb, düşmənə şeiri hürmüşük. Kəbə-i qəlbi bilmişik, səmt-i əlin üçün xuda, fitrətə vacib eyləyib, səcdə-i təxti lafəta. Bax, mən bu bəndə oxuyanda həmişə bunu deyirəm, sonra bunu oxuyuram. Ariflərdən biri seyr-i sülükdə bir gözəl görür. Görür dünya gözəli, dedi, gözəl. Adın nədir? Dedi, adım dünyadır. Dedi, ha, o dünya deyilən gözəl, sən deyir, bəli mənəm. Deyir, axı sən çox gəncsən, gözəlsən. Niyə belə qalmısan? Sən çoxdan qarmalıydın. Sənə gör nə qədər şahlar ağalıq eləyiblər, səni nə qədər şahlar alıblar. Dedi filani, o şahlar ki məni aldılar, onların heç birinin kişiliyi yoxdur. Ona görə mən qız qaldım. Bir kişi vardı məni alsaydı, o da mənə 3 dəfə talaq verdi. Haqq, şərəf və şan verib, ərşə əli ləyaqətin. Haqq, şərəf və şan verib, ərşə əli ləyaqətin. 3 talağı nişan verib, fərşə əli fəzilətin. Hər talağında can verib, dəhri itirmiş izzətin. Bakirə qızdır bu cahan, hifz eləyib bəkarətin. Yoxdur həyası heyf ki, kimsə də görmüb ismətin. Surəti qəlbi ovlayan, tərk eləmək də çox çətin. Qeyrət-i mürtəza isə rədd eləyibdü vüslətin, tapdalayıb ləyaqətin.
İzzəti xətri qalmayıb, bu qarabəxti dilbəri qız qarıdıb almayıb. Bu əzəmət və qüdrətin məsələyi vilayətin, ey dəri şəhri Mustafa, ey dəri şəhri Mustafa, Ali Cənab-ı Mürtəza, məlum olur ki, haqqının mührüdür təxti la fəta. Allah, gözəl Əhl-i-Beyt şairimiz Həzi Feyziya Bələdi salamatlığı və ənvat ruhuna səlavaz zikr eləyək. İnşallah Allahın icazəsi ilə sözü Həzi Məhəmməd qardaşıma veririk. Allah onu salamat eləsin inşallah. Bir hədis, bir təbrik. İnşallah sonra Həzi Hikmət. Buyurun Həzi. Allah. Peyğəmbər səmalına səlavaz zikr. أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين وصلى الله على سيدنا محمد وآله الطاهرين. Bugünkü Qədirxum günü münasibəti ilə hamımızı təbrik eləyirəm. Allah Taala bu günü bizdən qəbul eləsin. Allah Taala dünyada Həzrəti Əli əleyhissalamın ziyarətindən və axirətdə şəfaətindən bizləri bir nəsib eləməsin inşallah. Bir neçə kəlmə elə ustadımız, ağamız, kəndimizin axundu Hacı Şünası ağa inşallah söhbət eləyəcək. Bir neçə kəlmə təbərrükən, yəni təbərrük indi bu elə yerdir, bu elə məktəbdir ki, hamı gələk bir növlə xidmət eləsin. Yəni məddahi gözəl qiraəti ilə, səsi ilə, avazı ilə, ruhanisi, xətibi danışmağı ilə, ilahi kəlamları ilə, sürücü, maşın sürməyi ilə, pullu olanı pulu ilə, maşını olanı maşın olanı ilə, hər bir şeylə gələk biz Əhl-i-Beyt yolunda xidmət eləyək. Çünki böyük alimlərdən olan Əl-Qədir kitabının müəllifi olan Əllamə Əmini, yəni ki, bu alimi azdan çoxdan eşitmişik. Keçən illəri yadımdadır, Mühərrəm məclislərində ağadan da danışmışıq Əllamə Əminidən. Əllamə Əmini ömrünün 40 ilini Əl-Qədir kitabı, yəni Əli əleyhissalamın Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmdən sonra canişin olmağı, xəlifə olmağını o kitabda sübut eləyib. Yəni bu alim işini, gücünü atıb 40 ilə bu kitabı tamamlayıb. Yəni mən özüm mütaliə eləmişəm, görmüşəm ki, yazırlar ki, 16 saat gündə mütaliə eləyərdi. Gündə 16 saat 40 il Əl-Qədir kitabını yazıb. Niyə görə yazıb? Çünki Əli əleyhissalamın vilayətini istəyib ki, hamıya sübut eləsin. Yəni, birinci xəlifə, ikinci xəlifə, üçüncü xəlifə, onlar xilafəti qəsb eləyiblər. Kim olmalıydı Peyğəmbərin canişini? Əmirəl-Müminin. O Əllamə Əmini ki, özü çox kəramətləri, fəzilətləri olub. Mən cəmisi bir dənəsinə işarə eləyirəm, inşallah söhbətimi yekunlaşdırıram. Əllamə Əmini böyük, yəni Əli əleyhissalamın aşiqi, böyük fəqih, hədis alimi, Qur'anla tanış olan, tarixi bilən, fiqhi bilən, rical elmini bilən, bir çox təfsir elmləri, Qur'an, ulumul Qur'an elmlərini bilən alimimizdir. Əllamə Əmini gördüyü işlər bir yana, amma onun məhəbbəti Əli əleyhissalama özü bir məktəbdir. Özü bizə, onun məhəbbəti bizə öyrədir ki, baxın, insan ağasına belə aşiq olar. Əllamə Əmini neyniyib? Bir dənə cəmsi fəzilətindən, kəramətindən danışıram. Əllamə Əmini zamanında çox böyük bir alim kimi tanınıb, hələ zamanında. Əhl-i sünnə qardaşlarımızdan birinin anası çox xəstə olur. Yəni ki, halı, keyfi münasib olmur, xəstələnir,
ölüm ayağında olur. Gəlir Əllamə Əmininin yanına. Deyir ki, ey Əllamə Əmini, mən düzdür ki, əhl-i sünnəyəm. Amma ki, sən də bir ömür Əli əleyhissalamdan danışırsan. Mənim evdə anam vəfat eləyir, yəni can üstündədir. Vəziyyəti yaxşı deyir. Əgər belə davam edirsə, mənim anam vəfat eləyəcək. Bu qədər Əli demisən, ey Əllamə Əmini, sənin ağan mənim üçün neyniyə bilər? Yəni, hansı bir işi görə bilər? Mənim vəziyyətim çətindir, anam ölüm ayağındadır, can verir. Bunu mütləq müalicə eləmək lazım. Həkimlərə getmişik, həkimlər də deyib ki, bizim görə biləcəyimiz bir iş yoxdur. Gəlmişəm sənin yanıva. Ey Əllamə Əmini, mənə kömək elə. Əllamə Əmini götürür bir dənə kağız, bir dənə qələm, bir dənə dua yazır. Verir ona, deyir ki, apar, ver, yəni anava, orada qalsın. O, inşallah ki, bunu ilə nicat tapacaq, şəfa tapacaq. Elə də eləyir bu, həmin əhl-i-sünnə adam götürür duanı, aparır. Bir müddətdən sonra görür ki, cəmaat görür ki, bu adam, yəni həmin xəstə ki var idi, ana ki var idi, onun oğlu gəlir, Əllamə Əminin evinə tərəf gəlir. Deyir Əllamə Əminiyə ki, ey Əllamə Əmini, sən neynəmsən? Əllamə Əmini deyir ki, neynəmişəm bəyəm? Əllamə Əmini deyir ki, sən bir dənə nəsə yazdın, mən apardım, verdim anama, anam yataq halındaydı, can verirdi. Bir neçə müddətdən sonra heç anam, yəni hələ bir şey ki, anama bir şey olmayıb. Yəni bu dua, yazdığın dua ona kömək oldu. Əllamə Əmini deyir ki, burada heç bir təəccüblü bir şey yoxdur. Deyirlər, necə yəni, bu axı adam 180 dərəcə dəyişdi. Bu adam ölürdü, can verirdi, sağaldı. Nə yazdın? Əllamə Əmini deyir ki, heç nə, götürdüm əlimə qələmi və kağızı yazdım. Əbdülhüseyn Əminidən Mövlası Əmirəl-Mömininə məktub yazdım. Yazdım ki, ey Əli əleyhissalam, əgər bu Əmininin, yəni Əbdülhüseyn Əmininin sənin yanında izzəti və hörməti varsa, bu anaya şəfa verginən. Vəssalam. Əllamə Əmininin yazdığı və onun yanında, Əli əleyhissalamın yanında olan onun izzəti, hörməti bir dənə ölən insanı həyata qaytardı. Baxın, alimlər belədir. Gör, indi Mövla özü necə olub, necə şəxsiyyət olub. Bir dənə də Mövla Əli əleyhissalamdan bildiyiniz, eşitdiyiniz hədis var. Bunu nəql edeyim, inşallah ki, verirəm digər ruhanilərimizə. Əli əleyhissalamın məşhur, Peyğəmbərimizin məşhur bir hədisi var. Xəndək döyüşündə Əli əleyhissalam barəsində nə buyurdu? Buyurdu ki, Darbətu Əliyin yevməl xəndək afdalu min ibadətis saqaleyn. Əli əleyhissalam buyurdu ki, Əlinin xəndək döyüşündə vurduğu zərbə insanların və cinlərin qiyamətə qədər ibadətindən üstündür. Bu hədisi çoxlarımız eşitmişik. Amma burada mən özüm mültəfit olmuşam, başa düşmüşəm, fəhm eləmişəm ki, alimlərdən bunu belə nəql edirdi. Deyirdi ki, bəgəm Əli əleyhissalam cəmi bir dənə zərbə vurub, bir dənə zərbəsi xəndək döyüşündə Peyğəmbərimiz buyurur ki, Əlinin xəndək döyüşündə vurduğu zərbə cinlərin və insanların qiyamətə qədər ibadətindən üstündür. Bu hədis məşhur bir hədisdir. İndi sənə və özümə sual verirəm. Əli əleyhissalam cəmi bir dənə zərbə vurub, döyüşlər yalnız bir dənə xəndək döyüşündən ibarət olub. Nə qədər döyüşlər olub? Uhud döyüşü olub, Xeybər döyüşü olub, Bədir döyüşü olub, Əhzab döyüşü olub və digər döyüşlər. Gör, indi Əli əleyhissalam nə qədər belə zərbələr vurub. Hələ onun ibadətlərini demirəm. Əgər bir zərbəsi insanların və cinlərin qiyamətə qədər ibadətindən üstündürsə, gör, indi bunun ibadəti necədir?
Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, ya Əli, səni məndən və Allahdan başqa heç kim tanımadı. Biz Əli əleyhissalam barəsində nə danışa bilərik? Heç nə. Yəni bir-iki kəlmə danışarıq, çalışarıq ki, Əli əleyhissalamı cəmaata təqdim eləyək. Amma bu təqdim eləmək, onun haqqını əda eləmək demək deyil. Onun haqqını, onu kim bizə tərif eləyə bilər? Onu Peyğəmbərimiz Allah Taala'nın özü bizə müərrifi və təqdim eləyə bilər. Allah Taala'nı and verirəm izzət və cəlalına bu mübarək Qədirxum gününü bizdən dərəcəyə qəbul eləsin. Allah Taala bu mübarək günümüzü inşallah ki, qiyamət günündə sizləri və bizləri Əli əleyhissalamın vilayətindən kənar salmasın. Həmin niyyətə salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Allah razı olsun Əzi. Bayramımız bir daha mübarək olsun Əzi Məhəmməd. Əzizimiz bizi feyziyab elədi. Salamatlığı və ənvat ruhuna salavat zikr eləyək. Ayaqüstə xidmət göstərirlər. Salamatlıqları və ənvat ruhlarına salavat zikr. اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم يا رحمن يا رحيم يا مقلب القلوب ثبت قلبي على دينك ey niyet menfur ne maksud desen sen Görcək mənə rafizi dersən Gəhi düşmən İnsafı mürüvvətlə yedək Hakkı müəyyən Gər qövli xəta söylərsəm Rafiziyəm mən Allah dedi Mevladır Əli Mən demədim ki Allah diyen oldu demeli, mən demedim ki. Yoktur Əli tək, kimse olay elmiden agah. Erşin yolunu ferşiden əla bilir olşah. Allah özü oldu Əlinin mədhinə məddah Təqvalılar İsrailidir ki dedi Allah Təqvalıların en gözeli Mən demədim ki Allah dedi Mevladır Əli Mən demədim ki Dərk eyləmək olmaz Əlinin elmi kemalın Vəs etməyə acizdir qələm İzzi cəlalın Seyr etmək ibadətdir onun nuri cəmalın Həm nisbəti Peyğəmbərə ol Tuti məqalın Harun ilə Musa məsəli Mən demədim ki Allah dedi Mevladır Əli Mən demədim ki Kimdir Əli tək Göstərə xəndəkdə şücaət Gər səy edələr taət üçün Cümləyi xilqət Ta ruzi qiyamət edələr Səcdə və taət Əfsəldir o taətdən onun vurduğu zərbət İslamın Əlidir təməli Mən demədim ki Allah dedi Mevladır Əli Mən demədim ki Ya Rəbb Ya Rəbbi nə ecaz Bir aləmdir bu əşar Bir yol mənə faş olmadı bu nüqtəyi əsrar Kimdir bu qəzəl sahibi Kimdir bu qələmdar Eylər məni yazmaqda Bu misralar vadar Xalid
bu mübarək qəzəli mən demədim ki, Allah dedi Mevladır Əli, mən demədim ki, Allah deyən oldu deməli, mən demədim ki, ya Ali Mevla. Hak onu Mevla buyurub ellere, ezber olup adı düşüp dillere. Hak onu Mevla buyurub ellere, ezber olup adı düşüp dillere. Dilde yorulmaz dese 100.000 kere, ya Ali, ya Ali, ya Ali Mevla Ali. Dilde yorulmaz dese 100.000 kere, ya Ali, ya Ali, ya Ali Mevla Ali, ya Ali, ya Ali, ya Ali Mevla Ali. Kim tanımır Mürtezev o Heyderi, Heyderi, şiiri Huda fetheleyen Heyberi, Heyberi. Kim tanımır Mürtezev o Heyderi, Heyderi, şiiri Huda fetheleyen Heyberi, Heyberi. Aşıkların serveri hem rehberi, ya Ali, ya Ali, ya Ali Mevla Ali. Aşıkların serveri hem rehberi, ya Ali, ya Ali, ya Ali Mevla Ali. Ya Ali, ya Ali, ya Ali Mevla Ali. Ey adı her yerde nümayan Ali, can Ali, Mir Arab kudreti Yazdan Ali, can Ali. Ey adı her yerde nümayan Ali, can Ali, Mir Arab kudreti Yazdan Ali, can Ali. Seyyid ola adına kurban Ali, can Ali. Ya Ali, ya Ali, ya Ali Mevla Ali. Ya Ali, ya Ali, ya Ali Mevla. Maşallah ya Ali, ya Ali. Bayramımız mübarek olsun. Ali Mevla Ali, ya Ali, ya Ali, ya Ali Mevla Ali. İndi deyir ya Ali yer kürəsi, dünyanın her gitəsi, her ölkəsi. İndi deyir ya Ali yer kürəsi, dünyanın her gitəsi, her ölkəsi. Bir ucalıb səsləyər gəl kəsi, ya Ali, ya Ali, ya Ali Mevla Ali. Bir ucalıb səsləyər gəl kəsi, ya Ali, ya Ali, ya Ali Mevla Ali. Ya Ali, ya Ali, ya Ali Mevla Ali. Kim tanımır Mürtezev o Heyderi, Heyderi, şiiri Huda fetheleyen Heyberi, Heyberi. Kim tanımır Mürtezev o Heyderi, Heyderi, şiiri Huda fetheleyen Heyberi, Heyberi. Aşıkların serveri hem rehberi, ya Ali, ya Ali, ya Ali Mevla Ali. Aşıkların serveri hem rehberi, ya Ali, ya Ali, ya Ali Mevla Ali. 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 Ya Ali, ya Ali, ya Amir al-Mu'minin Haydar, ya Ali, ya Ali, bayramımız mübarek olsun. Halit sen buyur əzizim. Allah razı olsun. Değerli məddahlarımız Feyziyab elədi. Salamatlıqlarına salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. İnşallah sözü
Həz Hikmədə veririk. Allah salamat eləsin. İnşallah ki, Həz Hikmət feyziyab eləyəcək, söhbət eləyəcək. Salamatlığı və ənvat ruhuna salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və alim. أعوذ بالله السميع العليم من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين حسبنا الله ونعم الوكيل نعم المولى ونعم النصير الحمد لله رب العالمين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أما بعد قال الحكيم في كتابه الكريم بسم الله الرحمن الرحيم يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين صدق الله العلي العظيم Peyğəmbər və ali Peyğəmbərin kəmal və cəmalına salavat zikr eləyək. Allah Taala bu bayramı, bu mübarək bir günü bizlərə mübarək eləsin. Namə əmalımızda ən ali əməllər sırasında qeyd eləsin. Çəkilən zəhmətləri, olunan infaqları, olunan ehsanları dərəcəyə alidə qəbul eləsin bizdən. Həmin niyyətə də bir salavat zikr eləyək. Bir neçə kəlmə bu mübarək bayram münasibəti ilə təbrik olsun, hədislərdə, Quran ayələrinə işarətən bir neçə kəlmə huzurunuza ərz edeyim. İnşallah vaxt qalsın ki, yəni az bir zaman olsun, ağanın da yəni məhzərindən istifadə edək. Demək, məqsəd budur, söz budur ki, keçən dəfə xütbədə də, yəni cümə axşamı, cümə xütbələrində də qeyd olundu ki, hədislərə baxanda, rivayətlərə baxanda İmam Sadiq əleyhissalam buyurur ki, bu bayram, yəni Qədirxum günü Allah yanında, Allah qatında ən əzəmətli, ən fəzilətli günlərdən, bayramlardan biridir. Hətta imam buyurur ki, Ramazanın özündən də, Qurban bayramının özündən də, cümə günü ilə bağlı nə qədər fəzilətlər qeyd olunub, o günün əzəmətindən də bir əzəmətli bir bayram var, o da Qədirxum bayramıdır, Qədirxum günüdür. İmam Sadiq əleyhissalam öz sahabəsinə, öz ətrafına bilirsiniz nə buyurdu? Buyurdu ki, لَعَلَّكَ إِنَّ اللّٰهَ خَلَقَ يَوْمًا أَعَزَمَ مِنْهُ حُرْمَةً İmam buyurdu öz əshabına, öz sahabələrinə, öz qarşısında oturanlara, bax bizlərə elə bilin ki, İmam Sadiq əleyhissalam buyurur ki, sən elə bilərsən ki, Allah Taala Qədirxum günündən də əzəmətli bir gün yaradıbdır, fəzilətli bir gün yaradıbdır. Yəni, ola bilər də zehnivə gələr ki, bu bayramlar içərisində, bu günlər içərisində hansı daha fəzilətlidir, hansı daha alidir, daha üstündür? Birdən ağlıma belə bir gələr ki, deyərsən Ramazan bayramıdır, ya Qurban bayramıdır. İmam buyurur ki, birdən fikirləşərsən ki, Allah Taala bu gündən, yəni Qədirxum günündən də üstün bir gün yaradıbdır, bir bayram yaradıbdır. İmam 3 dəfə buyurdu ki, la vallah, la vallah, la vallah. Allaha and olsun ki, Allah Taala, İmam 3 dəfə and içir. Buyurur ki, Allaha and olsun ki, Allah Taala bu Qədirxum bayramından daha əzəmətli bir gün yaratmayıbdır. İndi insanıq da, müsəlmanıq da, ağlımıza şübhə gələ bilər, zehnimizdə, qəlbimizdə bir şübhə yaranar ki, Allah Taala Ramazan ayı ilə bağlı Qur'an-ı Kərimdə nə qədər fəzilətlər zikr edibdir. Ayə gəlib Ramazan ayı ilə bağlı. Qurban bayramı,
yaxud cümə günü ilə bağlı rivayətlərdə, ya istənilən bir əlamətdar İslami bayram zehninə gələ bilər ki, necə ola bilər ki, ya, yəni Qədir-Xum günü Ramazan bayramından da üstün olsun. Axı Ramazan bayramı Quran-ı Kərimdə zikr olunubdur. Qurban bayramı Allahın İbrahim əleyhissalamın, İsmail əleyhissalamın qissəsində o qurbanla bağlı ayələr var. Ondan da üstündür. Buna bir dəlilin var. Şübhədir də bir qəlbimizdə yarana bilər. Biz buyururuq ki, bəli, elə Quran-ı Kərimin ayələrinə əsasən biz deyə bilərik ki, Qədir-Xum günü, Qədir-Xum bayramı Ramazan bayramından da, Qurban bayramından da, Cümə gününün bayramından da əzəmətindən daha üstündür. Hansı ayələrdə? Elə bax, xütbədə oxuduğum o ayədə. Bilirsiniz də, Qədir-Xum günündə, yəni ondan bir neçə gün öncə Peyğəmbərimizə ayə nazil olmuşdu. Ya əyyuhər Rasul, ey Rəsul, ey Peyğəmbər, bəlliğ ma unzilə iləyk, sənə nazil olanı çatdır. Neydi nazil olan? Belə Qədir-Xumla bağlı, yəni Əli əleyhissalamı vəli qərar verginən, vəli təyin edilginən, bunu çatdır insanlara. Bu ayə nazil olmuşdu. Sonra ayənin davamında nə buyurur Allah? Allah Teala buyurur ki, və in ləm təfəl, ya Peyğəmbər, əgər sən bu vilayəti insanlara çatdırmason, Əli əleyhissalamın vəli olmasını insanlara çatdırmason, fəmə bəllağtə risalətə. Allah Teala özü buyurur ki, ya Peyğəmbər, sən bunu insanlara deməsən, Qədir-Xumu sən insanlara çatdırmasan, elə bilginən ki, Peyğəmbərlik eləməmisən. Elə bilginən ki, Ramazan bayramı olmayıbdır, Ramazan ayəsi sənə nazil olmayıb. Elə bilginən o qurban ayələri sənə nazil olmayıb, cümə ilə bağlı sənə ayələr nazil olmayıb, ya hər hansı bir risalətlə bağlı olan bir şeyi yerinə yetirməmisən. Ta inki Qədir-Xumu insanlara çatdırasan, Əli əleyhissalamın vilayətini insanlara çatdırasan. Belə ayə dəlalət edir ki, Əli əleyhissalamın vilayətini insanlara çatdırmaq, bu gözəl mübarək bayram Ramazandan da, digər ibadətlərdən də, namazdan da, orucdan da, həcdən də, qurban kəsməkdən də, infaq eləməkdən də daha üstündür. Bu ayə dəlalət edir. İkinci bir ayə, şübhədir, zehnində yaranar ki, Qədir-Xum necə ola bilər ki, Ramazandan, digər ibadətlərdən üstün olsun? İkinci ayədə Allah Teala və Ələ Qədir-Xumla bağlı olan ayədə buyurur ki, Əl-yəvmə yəisəl-ləzinə kəfəru min dinikum. Bugün, yəni Qədir-Xum günü elə bir gündür ki, Allaha kafir olanlar, Allaha düşmən olanlar bugün sizin dininizdən məyus oldular. Yəni düşmənlərin, kafirlərin məyus olduğu gündür. Düşmən nə zaman uduzar? Nə zaman məğlub olar düşmən? O zaman ki, məyus olsun. Məyus olsun, ümidsiz olsun, bilginən ki, uduzmusan, məğlub olmusan. Allah Teala da buyurur ki, Qədir-Xum günü elə bir gündür ki, düşmənlər bu gündə məyus oldular. Düşmənin məyus olması qələbədir, bayramdır. Yəni Qədir-Xum bayramdır. Bu ikinci ayə. Üçüncü ayədə Allah Teala Qədir-Xumla bağlı olan ayədə buyurur ki, Əl-yəvmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti. Bugün elə bir gündür, Qədir-Xum günü elə bir gündür ki, Allah Teala bugün dinimizi kamala yetirdi, tamamladı nemətləri bizim üzərimizə. Elə bu ayədə dəlalət edir ki, Qədir-Xum günü əzəmətlidir, fəzilətlidir, insanın namazından da, orucundan da, digər ibadətlərindən. Ona görə bu bayramı, bu günü təntənə ilə qeyd eləmək lazım, canfəşanlıqla qeyd eləmək lazım, Ramazanın özündən də, digər ibadətlərin özündən də gələk bu gün, bu bayram daha təntənəli qeyd olunsun. O, Şeyx Ənsarinin hekayələrində, qissələrində, tarixçəsində yazılıb ki, o Aşura günündə Şeyx Ənsariyə deyirlər ki, müftilərdən biri, sünnilərdən biri, nə olub bəyəm Aşura günündə siz bu qədər canfəşanlıq göstərirsiniz, əza saxlayırsınız, təntənə ilə İmam Hüseyin əleyhissalamın əzasını qeyd edirsiniz. Nə olub bəyəm? Nə üçün bu qədər təntənə, nə üçün bu qədər canfəşanlıq? Şeyx Ənsari rəhmətullah buyurur ki, ona görə təntənə ilə qeyd edirik bu Aşuranı, bu məhərrəmini ki, Allah Teala Qədir-Xum günündə Əli əleyhissalamın risalətini 120 min insanın qarşısında
insanlara çatdırdı. Amma o günü təntənə ilə qeyd eləmədilər. Süstlük göstərdilər o sözə qarşı, o günə qarşı. Ona görə müsəlmanlar unutdular Qədirxumi. Ona görə bu qədər ixtilaflar yarandı. İndi biz qoya bilmərik ki, Məhərrəm ayı da unudulsun, aradan geçsin. Elə Məhərrəm ayında Qədirxumu da gələk biz təntənə ilə, canfəşanlıqla, gözəl bir ab-ı hava ilə qeyd eləyək ki, bu unudulmasın, ixtilaflara səbəb olmasın. Ona görə bu əzəmətli bir bayramdır. Bax, bugün sən Əli əleyhissalamın vilayətində, Əli əleyhissalamın bu məclisində, Qədirxumda yığışıb gəlmirsən bura, Əli əleyhissalamı qəbul edirsən. Bugünün adlarından biri bilirsən nədir? Yavmul ibadə. Allaha bəndəçilik günü. Allaha ibadət günüdür. Sən əgər özvi itaətkar bilirsən, ibadətkar bilirsən, bilginə bugün burada olmalısan. Bugün Qədirxumu bayram kimi qeyd eləməlisən. Əli əleyhissalamın vilayətini qəbul eləməlisən. İmam Rıza əleyhissalam bilirsiniz nə buyurur? İmam Rıza əleyhissalam buyurur ki, Allah Taala Qədirxum gününü insanlar üçün nəyə bənzədir İmam Rıza əleyhissalam? Buyurur, Qədirxum günü Allah Taala'nın Adəm əleyhissalamı ki yaratdı, mələklərə əmr elədi ki, ya ey mələklər, bu Adəm əleyhissalama səcdə eləyin. Quran-ı Kərimdə ayəsi də var da. Və iz qalə rabbuka lil mələikəti. Rəbbin mələklərə buyurdu ki, inni xaliqun bəşərən min tin. Mən torpaqdan bir insan yaratmaq istəyirəm. Allah Taala o qissələrdə var da, Quran ayələrində var ki, Adəm əleyhissalamı torpaqdan yaratdı, mələklərə əmr elədi. Faqa'u lehu sacidin. Ey mələklər, səcdə eləyin Adəm əleyhissalamın qarşısında. Fəsəcədəl mələikətu kulluhum əcməun illəl iblis. Bütün mələklər hamısı birlikdə Adəm əleyhissalamın qarşısında səcdə elədilər, ancaq iblisdən başqa. Ayədə buyurur ki, istəkbərə və kənə minəl kafirin. İblis təkəbbürlük göstərdi, istikbar göstərdi və Allahın kafir bəndələrindən, kafir məxluqlarından biri oldu. İmam Rıza əleyhissalam buyurur ki, Qədirxum günü də bu günə bənziyir. Qədirxum günündə bax bizlərə təqdim olunub ki, Əli əleyhissalamın vilayətini qəbul eləyinə. Allah Taala əmr eləyib bizə ki, Əli əleyhissalamın vilayətini qəbul elə. O şəxslər ki, mələk sifətindədirlər, mələk xasiyyətindədirlər, mələk xüsusiyyətləri daşıyırlar, Əli əleyhissalamın qarşısında səcdə edəcəklər. O şəxslər ki, imam buyurur ki, iblis xislətindədirlər, iblis xüsusiyyətləri var onda, onlar istikbar göstərəcəklər, təkəbbür göstərəcəklər, səcdə etməkdən boyun qaçıracaqlar. Bu günləri Əli əleyhissalamın bu mübarək bayramında, bu mübarək vilayət günündə ki, sən Əli əleyhissalamı qəbul eləmirsən, bilginən ki, necə ki, Allah Taala mələklərə əmr eləmişdi, Adəmin qarşısında səcdə eləsinlər, onun vilayətini qəbul eləsinlər bir sözlə, qəbul eləmişdilər iblisdən başqa. Bax, bilginən ki, sən də belə bir mələk xislətli, mələk bənzər bir bəndəsən, Allaha ibadət göstərən bir bəndəsən. Ona görə bu günün adlarından da biri Yavmul ibadətü, bəndəçiliyin, itaətin günüdür. Mən sözümü Peyğəmbərin Qədirxum günündə etdiyi duanla istəyirəm tamamlayayım. Peyğəmbərimiz o Əli əleyhissalamı ki, vilayətini təqdim elədi, buyurdu ki, mən kuntum mevla fəhaza aliyyum mevla. Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır buyurandan sonra 3 kəlmə ilə dua elədi Peyğəmbərimiz. Bu duanı da mən istəyirəm burada hamımız üçün eləyək. Allahumma vali mən valah və adəmən adah və ansur mən nəsərah və xsul mən xazələ. İlahi, Əli əleyhissalamı dost bilənə, Əli əleyhissalamı mövla bilənə, onu mövla bilənə sən də mövla ol günə. Ona rəhbər ol günə. Hər kim Əli əleyhissalamla düşmənçilik eləsə Peyğəmbərimizin duasıdır ya, sən də ya Rəbbim onunla düşmənçilik elə. Hər kəs Əli əleyhissalamı dostluq eləsə, ona kömək eləsə, onun yardımına yetişsə, ya Rəbbim sən də onun yardımına yetiş. Hər kəs onu tərk eləsə, hər kəs onu yarıda qoysa, ilahi sən də onu yarıda qoy. Bu duanı bir dənə istəyirəm Peyğəmbərimizin Əli əleyhissalam barəsində elədiyi duadır. Diqqət eləyək. Bu duanı kim eləyir?
bu duanı eləyən Peyğəmbərin özüdür. Bilirsiniz ki, Peyğəmbərin etdiyi dualarla bizim etdiyimiz dualar arasında yerlə göy arasında fərq var. Bir var, mən duanı eləyim, mən günahkar bəndə, mən asi bir bəndə, mənim duamın qəbul olmasının ehtimalı var, yaxud da yoxdur. Ola bilər qəbul olsun, ola bilər olmasın. Amma bu duanı eləyən Peyğəmbər də buyurur ki, hər kəs əlini sevsə, Əliyə məhəbbət bəsləsə, ya Rəbbim, sən də ona məhəbbət bəslə. Hər kəs ona kömək eləsə, sən də ona kömək elə. Hər kəs onu ilə düşmənçilik eləsə, sən də onu ilə düşmənçilik elə. Hər kəs onu yarıda qoysa, ona yardım eləməsə, onu tərk eləsə, sən də onu tərk elə. Bunu eləyən Peyğəmbərdir. Bu duanı eləyən Peyğəmbərdir. Onu biləsən ki, bu dua müstəcab dualardandır. Allah Taala'nın Peyğəmbəri bizim üçün dua eləyib ki, hər kəs əlini sevsə, Allah da onu sevəcək. Bizim duamızın qəbul olması ola bilər, olsun, olmasın. Çünki günahkarıq, müəyyən şərtlər var da duanın qəbulu üçün. Günah eləmirsən, duan qəbul olmaz. Haram yemirsən, duan qəbul olmaz. Amma Peyğəmbər ki, məsumdur, Peyğəmbər ki, harama getməz, o bu duanı eləyibdir. İkinci də biləsən ki, bu dua qəbul olunan dualardandır. İnşallah ki, Allah Taala sənə yardım eləyəcək. Əgər sən Əli əleyhissalamın bu süfrəsində, bu vilayət günündə gəlib yetişmirsən, Əli əleyhissalama bir növ yardım edirsənsə, Allah Taala səni yarıda qoymaz. Yardım eləyəcək sənə. Peyğəmbər özü dua eləyib sənin üçün. Ən azı qiyamət günündə. Boynunda haqqun nas da olmuş olsa, bilirsən də, əgər şəhid də olsun, şəhadətə də yetsin, boynunda haqqun nas varsa, kiminsə haqqı varsa, onu qaytarmayıncaya qədər cənnətə daxil ola bilməyəcəksən hədislərdə. Amma Allah səni necə kömək eləyə bilər qiyamət günündə? Bu dünyada heç. Qiyamət günündə Allah Taala gələr, o haqqun nas olduğu, borcun var ya boynunda olduğu haqq insanlar var. Allah Taala onu o qədər infaq eləyər, onu o qədər verər ki, keçər sənin üçün, deyər, haqqımı halal elədim ona. Bu cür kömək eləyər sənə Allah. Ona görə bax, Peyğəmbərimizin bu gündə bizlər üçün, əhl-i beytə məhəbbəti olanlar üçün, Əli əleyhissalamın vilayətini qəbul edənlər üçün elədiyi dua inşallah ki, məqbul dualardandır. Əli əleyhissalamın bir xüsusiyyəti ilə bağlı xahiş eləmişdilər ki, o rivayəti qeyd edeyim. Əli əleyhissalamın səxavəti. Bilirsiniz ki, Hatəm-i Tayi olubdur tarixdə. Bizim də elə sözlərimizdə var ki, Hatəm kimi insandır, yəni mülayimdir, səxavətlidir. O qədər verər, infaq eləyər ki, tarixdə olub bu Hatəm-i Tayi, yaşayıb zamanında Peyğəmbərimizin vaxtından qabaq. Yazırlar onun barəsində ki, bir evinin 7 dənə qapısı olarmış. Bir dilənçi gələrmiş bu qapıdan, alarmış, gedərmiş, gələr ikinci qapıdan həmin dilənçiyə, yenə verərmiş ona. Üçüncü qapıdan gələrmiş, yenə verərmiş. Dördüncüdə yenə verərmiş, heç uf da deməz, heç qovalamazmış ki, bizlərdə var axı, 2 dəfə, 3 dəfə yardım eləyərsən, deyərsən ki, bezdirdi məni, daha bözsü də, nə qədər alarlar adamla. Hatəm Tayi o qədər səxavətli bir şəxs idi ki, 7 qapıdan da gəlsəydi, yenə də onu əli boş qaytarmaz. Bu söhbəti Əli əleyhissalamın yanında qeyd elədilər. Dedilər, Hatəm-i Tayi olubdur, Peyğəmbərimizdən bir neçə müddət öncə belə bir xüsusiyyətdə, belə bir səxavətdə 7 qapıdan da gəlsəydi, Hatəm-i Tayi ona uf da deməzdi, əli boş qaytarmazdı. Əli əleyhissalam buyurdu ki, o elə birinci qapıdan mənim qapıma gəlsəydi, məndən istəsəydi, ona o qədər verərdim, ona o qədər ərz eləyərdim, ona o qədər əta eləyərdim ki, heç ikinci qapıya, üçüncü qapıya, dördüncü qapıya getməzdi. Bax, Əli əleyhissalam bu cür səxavətlidir. Belə bir ağanın, belə bir Mövlanın biz vilayət günündəyik. İnşallah ki, Allah Taala bizi bu vilayətdən, bizi bu Əli əleyhissalamın şəfaətindən, bu dünyada ziyarətindən ayrı salmasın, vilayətindən ayrı salmasın, həmin niyyətə bir salavat zikr edəyik. Allah razı olsun Həzi. Allah salamat eləsin inşallah. Həzi Hikmət Feyziyə bəlidir. Salamatlığına salavat zikr edəyik. Allahümmə salli alə Muhammed. İnşallah sözü veririk Həziyə. Buyurun, var. Allah sizin bu kəndi bizə bərəkət versin inşallah. Ağa, sənin zəhmətin, sənin maşallah bu mələklərimi mən indi gördüm, təqdim elədim, danışdı. Allah saxlasın bunları. Bir dənə o
Kəbədən Kərbəla görsənir şeirini dedilər ki, oxunu. Əlidən deyəsən, Kərbəladan gəlməsin, bu olmur. Bayramda da ağlatmaq olmaz cəmaatı. Bu ağlamalıdır, fəxr olunmalıdır. Kəbəyə bax. Bunu hamıya deyir adiyanda. Kəbəyə bax, qəlb ilə bax, ağ ilə. Gör nə görür gözlərin, əyninə geymiş qara. Dərdi olanlar kimi sanki tutubdur əza. Allah əcəb mənzərə zahir olur gözlərə. Vəqf elə bu şairi Əkbərə Peyğəmbərə. Köynəyi ki Kəbəvün gözmə qara görsənir. Kəbədən Allah əcəb Kərbəla görsənir. Kəbəyə bax qəlb ilə bax, ağ ilə, onu bir yerdə deyəcək. Qəlb ilə bax, ağ ilə, gör nə görür gözlərin, əyninə geymiş qara. Dərdi olanlar kimi sanki tutubdur əza. Allah əcəb mənzərə zahir olur gözlərə. Vəqf elə bu şairi Əkbərə Peyğəmbərə. Köynəyi ki Kəbəvün gözmə qara görsənir. Kəbədən Allah əcəb cüt olanı bir desən, əql onu inkar elər. Cüt olanı bir desən, əql onu inkar elər. Bənzəri bənzərdən əql fərq ilə aşkar elər. Fərq budur. Ağ geyir Kəbədə zəvarilər. Kərbəlada fəqət qarə əzadarlər. Birisi qızıl taz qoyub eşq saçır aləmə. Birisi batıb ağ dəniz içrə qara matəmə. Matəmə bax, zahirən bəzmi səfa görsənir. Batini dərdindəsə Kərbəla görsənir. Ay bizə tənə vuran Kərbəla dağ basır gözlərivə. Baxma, dön, Kəbə ki haqqındır çön. Kəbə tutubdur əza, əyni qara görsənir. Bax o qaradan sizə görsənir. Allah sizin bayramınızı mübarək eləsin, bərəkətli eləsin. Ağa, sənin huzurunda şeir dedim, əvvələn İmam Zamanın huzurunda şeir. Səhər Seyyid Əzimdən bir dənə qəzəl dedilər mənə, o beyti deyim, oturum. Deyir ki, büsat-ı eyşimiz hicründə ey gül, bəzmi matəmdir. Büsat-ı eyşimiz hicründə ey gül, bəzmi matəmdir. Zibəs ki giriyə eylər gözlərim, güya mühərrəmdir. Ay gül, ay sinəsi gül-gül açan, ay sinəsində dərdləri yara açan, sənin ayrılığından bizim bayramımız da matəmdir, mühərrəmdir. İmam-ı Zaman bir ləhzə baxsa bizim məclisimizə, ey xoş bizim halımıza. Salavat Muhammedə, Ali Muhammedə. Allahümme salli ala Muhammed. Özünün salamatlığına salavat zikr eləyək bir də. Allahümme salli.